Hər birinizi salamlayıram, əziz valideynlər, əziz şagirdlər, əziz tələbələr. Biz bu gün də çağdaş təhsil olaraq Azərbaycanın gözəl güşələrindən biri olan Şabran rayonu Xəlli kəndində olduq. Və bu gün də artıq biz hər zaman olduğu kimi bir balamızın da işıqlanması üçün müsahibə almağa gəlmişik. Zəhmət olmasa özünü təqdim eləyərsən? Adın nədir? Elşən. Elşən, soyadın nədir? Allah yara. Allah yara versin. Elşən neçənci sinifdə oxuyursan? Birinci. Birinci sinifdə. Hansı məktəbdə təhsil alırsan? Şaran rayonu Xəlli kəndində. Lap yaxşı. Hansı müəllimləri sevirsən? Təranəm. Təranə müəllimə. Təranə müəlliməni də buradan salamlayırıq. Nənəsi, babası, siz də övladınız, yəni nəvəniz üçün nə arzu edirsiniz? Arzu edir ki, böyük daha nailiyyətlər olsun. Amin. Gələcəkdə böyük bir məktəbə, universitetə qəbul olsun. Amin inşallah. Nə Nənəsi? arzuları var, Allah Taala onu yerinə yetirməyə şərait yaratsin onun üçün, onun üçün. Amin inşallah. Çox sağ olun. Qonaq etdiyiniz üçün də minnətdaram, var olasınız.